Salam, hər vaxtınız xeyirli olsun sayıqdəyər 14 TV televiziyasının izləyiciləri. Hər birinizi xoş gördük. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bəli, bu günlər İslam aləmində çox əzəmətli günlərdən sayılan Qurban Bayramı günləridir və bu müqəddəs bayram münasibəti ilə bütün müsəlmanları ürəkdən təbrik edirik. Bayramınız mübarək olsun. Və bu bayram günündə də əlbəttə studiyamızda xüsusi qonaqlarımız var. Mən zaman itirmədən əziz qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım şair, tədqiqatçı, yazar Araz əfəndi. Araz bəy, xoş gördük. Xoş gördük. Çox sağ olun dəvət üçün. Təşəkkür edirəm. Var olun ki, bu mübarək günlərdə gəlişinizlə studiyamızı zinətləndirdiniz. İnşallah verilişimizin bu bizə ayrılan vaxt ərzində sizin gözəl söhbətlərinizi, şeirlərinizi dinləyib sevinəcəyik, şad olacağıq, zövq alacağıq ən əsası, var olasınız. Və növbəti qonağım Əhl-i-Beyt məddahı Roza xan, Tovhid Mövsüm. Tovhid bəy, siz də xoş gördük. Sağ olun müəllim, Allah razı olsun. Yeri gəlmişkən hər ikinizin də bayramı mübarək olsun. Allah verilən ehsanları, kəsilən qurbanları öz dərgahında ali dərəcədə qəbul eləsin. Minnətdarlığımı bildirirəm. Belə mövzumuz da Qurban bayramı. Ümumiyyətlə, klassik ədəbiyyatımızda Qurban bayramı Eid-i Əzha deyə keçir. Xalqımız yüzilliklərdir ki, Qurban bayramını qeyd edir. Bu bayramın əməllərindən biri də qurban kəsmək və Allah yolunda ehsan etməkdir. Təbii ki, maddi durumu əlverişli olan insanlar qurban kəsərək ehtiyaclı insanlara paylayır. Bu əməl insanlar arasında sosial bərabərliyin formalaşması üçün İslam dininin ən təqdirə layiq əməllərindən biridir. Ümumiyyətlə, sizə görə Qurban bayramı nə deməkdir və fəlsəfəsi nədən ibarətdir? Suala görə çox təşəkkür edirəm. Sizin bu suala mən istəyirəm iki müstəvidə cavab verim. Birinci müstəvidə üzümü buradan tutub Naxçıvan Muxtar Respublikasının Şərur şəhərinin tərkibində yerləşən İbadullah adına tam orta məktəbinin direktoru, ali təhsilli atam Qurban müəllimə buradan sevgi dolu salamlarımı çatdırıram. Bunu sizə bildirməmişdim, ancaq bəli, doğru eşitdiniz, Qurban müəllim. Mənim atam Qurban bayramı ərəfəsində dünyaya göz açdığı üçün babam onun adını məhz Qurban qoymuşdur. Bu verilişin də bu mövzuya sirayət eləməyi mənim üçün nisbətdir və maraqlı təsadüf elədi. Allah valideynlərimizi qorusun, dünyadan köçən valideynlərini də rəhmət eləsin. Biz də salamlayırıq və bayramını təbrik edirik. Çox sağ olun. İkinci müstəvidə bu Qurban bayramı fəlsəfəsi dediyiniz kimi o qədər dərin mövzudur ki, müşahidə edəndə ruhanilərimiz, adətən alimlərimiz adətən bu mövzunun tən ortasından çıxır. Yəni ki, sizin əslində sualınız məhz bu məsələni köklü olaraq izah verməyə sövq elədi məni. Və Axundumuzun təbiricə xronoloji ardıcıllıqla icazə versəz, bilib, öyrəndiyim, tədqiqat elədiyim qədər mövzunu izah edib, axırda sonda o mövzunu rəcqə bağlamağa çalışacağam. Bu Qurban bayramı fəlsəfəsi bir qədər qəza-və qədər və ilahi prinsipin daxilində olan bir məqamdır. Hansı ki, bu qəza-və qədər bu məsələni biraz da açsaq, ilkin günaha düşmədən sonra bəşəriyyətin xilası üçün, bəşəriyyətin şeytan şəzərəsindən çıxması üçün İslam nəzəri ilə insanlığın daim Allah qarşısında ödədiyi bir kəffarədir və bir kəffarə növüdür bu. Və bu, baxsaq, İbrani dinlər başda olmaqla bütün dinlərdə var. Hətta Hristiyanlıqda bunun başqa cür növü var, Hinduizmdə bunun başqa cür növü var, hətta Krishnaist məzhəblərdə belə bunun ritualları var. Sadəcə bunun ənənəvi olaraq təqdimatı olunur. Sadəcə bunun mahiyyəti mənim müşahidə elədiyim qədər çox açılmamış bir mövzudur. Bu qəza və qədər məsələsi belədir ki, ilkin günaha düşmədən sonra hansı ki, Adəm qadağan olunmuş meyvəni yeyərək günaha düşdü və o günahdan sonra fikir verirsinizsə,
Adəm peyğəmbərin övladının biri Habil özünü, yəni Allahı bir növ təmsil elədi. Digər övladı Qabil və o da şeytanı bir növ rəmzi olaraq təbliğ elədi. Buna xristianlıqda, İncildə alma deyilir. Ancaq Quranda qadağan olunmuş meyvə deyə qeyd olunur. Bunun tam dəqiq açması bildiyim qədər hədislərdə bizə gəlib. Əli əleyhissalam buğda çörəyi yemirmiş, məhz bu məsələ ilə bağlı. Buğda da məlumdur ki, bir toxum növüdür və bunun daha da mistikasına getmək biraz mübahisəlidir mənə elə gəlir bu verici formatı üçün. Sadəcə mövzunu elə istəyirəm saxlayım, bu Qurban Bayramı fəlsəfəsinin mahiyyəti və tarix boyu insanlıq bir kəffarə ödəyib. Baxın, Nuh Peyğəmbər 200 il dağın başında gəmi inşa eləyib, ondan sonra Musa Peyğəmbər Fironla vuruşub, o cümlədən bu qurbanın rəmzi olaraq İbrahim Peyğəmbərimiz öz övladını qurban verməyə cəhd eləyir və bunu biraz da araşdırsaq, elə Yusif Peyğəmbərin quyuda əsarət qalması ilə sonra gedib Misir zindanlarında yaşayıb, sonra Misir sultanına çevrilməsi sadəcə bir səbəb deyil. Yəni, bunu əslində dərin araşdırmasını görsək, görərik ki, insanlıq, xüsusən Peyğəmbərlərimiz ilkin günahın tarix boyu kəffarəsini ödəyərək insanlığa Allah qarşısında islah olunmaq üçün bir zəmin yaratmağa çalışıb. Və hansı ki, bunun son, belə deyim, şəcərəsi də 72 qurbanla sonlandı. Fikir verirsinizsə, hamısının da adı qurban deyə qeyd olunur. Yəni ki, sırf sadəcə həlak və yaxud təsadüf deyə qeyd olunmur. Yəni ki, bunu xronoloji ardıcıllıqla belə deyim, təhlil edəndə həm İslami nəzərlə də, həm tarix nəzəri ilə də puzzlelar elə üst-üstə oturur ki, burada əlavə bir şey axtarmağa lüzum qalmır. Nəbatinin bir beyti yadına düşür fəxriyyəsindən. Deyir, etmişəm suzənimi riştəyi Məryəmdən dur, yəni uzaq. Minmişəm tövsəni gərdunə məsihaya. Düzdür, Nəbati kimi nəhəng bir ariflərin bu beyti deməyi ələxsus bu fəxriyyə olduğu üçün biz başa düşürük burada nələrdən deyilir və bunu izlədikdə görürük ki, hətta Məhəmməd Peyğəmbərdən öncə də İsa Peyğəmbər bu missiyanı tamamlamaq üçün daim, yəni bəşəriyyət kəffarə ödəyib Allaha. Yəni Allahın ən böyük əsəridir insan. Yəni təsəvvür edin, bir rəssam bir əsər yaradır. O da insan olur. Yəni insanlıq yaradıcının, yəni uca Allahın bir şahesəridir. Yəni ki, Füzuli bu mənada deyir, mənə naməndi bir divanə surət bağlamaz güya, qələm sındırdı təfsirin çəkəndən sonra nəqqaşım. Düzdür, Füzuli burada eşqdə iddia eləyir, ancaq məzmun olaraq eyni baba sirayət eləyir ki, yəni ki, məni nəqş eləyən rəssam, nəqqaş, mənim rəsmimi çəkəndən sonra qələmini qırıb atdı. Yəni, qələmin qırılmağı da nəqqaşın, yəni rəssamın ən ali əsərinin yaranmasına işarədir. Yəni, bu mənada uca Allah yaratdığı öz əsərə, öz şuur nəzərindən faili muxtarlıq verir. İstəyirsən düzgün yaşa, istəyirsən yanlış yaşa, səhv elə, günah elə. Yəni, mən bu dəqiqə bir günah eləsəm və burada durub Allahdan kömək istəməyimə ixtiyar yoxdur. Çünki mənim şuurum var. Və insanlıq da ilkin başlanğıcda günaha düşdüyü üçün uca Allah öz yaratdığı prinsipə müdaxilə eləsə, bu bir növ ədalətsiz Allahdır. Məhz Allah Teala insanların insanların düşdüyü tənəzzüldən çıxması üçün daim zəminlər yaratmağına və peyğəmbərlər göndərərək şərait yaratmağa çalışır. Bu bir qədər, yenə deyim, rasional məntiqlə mübahisəli məsələdir. Sadəcə tövhidi, ələxsus, İslam dinindən məxsus dostlarımız, ümumi bunu çərçivələndirmək istəmir. Ümumi müsəlmanlar bunun belə olduğunu çox gözəl bilirlər. Yəni ki, baxsaq görərik ki, burada həqiqətən insanlıq tarix boyu bir kəffarə ödəməyə çalışıb və bunun da
bir mənada adı qurban bayramıdır və yaxud qurban vermədir. Yəni bu hətta şifahi nəzərlərə də çevrilib. Məsəl üçün Namik Şəfahi deyib, ay sənə qurban olum, ruzi qiyamətdir məgər. Yəni baxırıq ki, bizim də dilimizdə bu qurban bayramı biraz məcazi mənada, biraz da həqiqi mənada öz belə deyim, yerini tam oturmuyor. Amma əslində əsl mahiyyəti insanlığın tarix boyu Allah qarşısında ödədiyi kəffarələrə sirayət. Təşəkkür edirəm, var olasınız. Gözəl bilgilərə görə minnətdarlığımı bilirəm. Həqiqətən də çox belə böyük zövqlə dinlədik. Əlbəttə ki, özümüz ətrafında söhbətlərimiz davam edəcək. Amma bu anda istəyirəm inşallah sizin də bu mübarək gündə hədiyyəniz şeir olar, qəzəl olar. Buyurun inşallah dinləyək sizi. Haralardasan, gəl artıq, görüşək bərabər axşam. Neçə qəlbə həmdəm oldun bu səhər və digər axşam. Nə qədər zaman da keçsə, yenə şövq ilə hər axşam səni mən dualarımla edirəm ziyarət ey can. Mən özüm də bilmirəm tam nəyi sən güman edirsən, pisi yaxşı yaxşınınsa işini yaman edirsən, gəh etibar edirsən, gəh imtihan edirsən, ürək ilə etmək olmaz bu qədər zərafət ey can. Yenə sovrulur dualar sənə sarı hissə-hissə, doğulan zaman gömüldü neçə arzu körpə-körpə, kökü Adəm ilə gəlmiş bu qədər xəlaiq içrə, sənə kimlər etməyib deyə bir ömür xəyanət ey can. Daha başqa-başqa niyyət edilir hər an nümayiş, öz həqiqətində etmiş hamı bir gümanla saziş, hərə nisbi bir inanca belə eyləyir sitayiş, səni təhrif eyləyiblər daha adət ey can. Bəqərə hesab olundun, həmi xaç ya piri bir dağ, gəh-i mahı sən deyildin, gəh-i kəms o cismi topraq. Əbədi dəyişməz oldun neçə əsrlərlə ancaq kimə bütləşən daş oldun, kiminər təbiyyət ey can. Yəni bu məriz-i nəfsə belə biz qurulmuşuq ki, ya ki ölmüşük, sağıq ya nəyə çağırmış olmuşuq ki, daha tabımız da yoxdur, o qədər yorulmuşuq ki, bilə bilmirik nədirsə, ya nədir həqiqət ey can. Savabım da sən-sənəydən, günahım da sən-sənəydən, bu günüm də sən-sənəydən, sabahım da sən-sənəydən, səbəbim, nəticəm illa rifahım da sən-sənəydən, səni səndən özcə eylim ki, mən şikayət ey can. Belə. Təşəkkür edirəm Araz bəy. Allah qələminizə bərəkət versin. Allah bu yolda sizi daim müvəffəq eləsin. Uğurlarınız bol olsun inşallah. Həqiqətən də sizin kimi gənclərin timsalında ümumiyyətlə misal çəksək, yəni siz və digər bizim gənc şairlərimiz var ki, hansı ki, klassik ədəbiyyatımızın nümayəndələri, görkəmli nümayəndələri bizim yəni böyük şairlərimizin yolunu davam elətdirirlər. Xüsusilə də indiki dövrdə bu çox təqdirə layiq bir haldır və siz də bir örnək təşkil edirsiniz digər gənc şairlərimiz üçün, hansılar ki, onlar da sizdən nümunə götürüb bu yolu davam etdirmək arzusundadırlar. Qurban bayramından danışdıq. Ümumiyyətlə, qurban sözünü araşdırsaq, yəni yaxınlaşmaq mənasını ifadə edir, yəni Allaha yaxınlaşmaq. Həyatda insan bir hansısa bir nəticə əldə etmək üçün fədakarlıq eləməlidir. Yəni Qurban bayramında bir fədakarlığın simvolu hesab oluna bilər. Məsələn, loru dildə desək, nəyisə qurban verməlisən ki, yəni o istədiyin nəticəni qazanasan. Klassik ədəbiyyatda da biz dəfələrlə bunun şahidi oluruq. Bizim böyük şairlərimizin şeirlərində, qəzəllərində olan beytləri oxuduğumuz zaman biz bunun şahidi oluruq. Aşiq, məşuq arasında olan bir fədakarlıq. Məşuq öz fədakarlığını göstərməlidir ki, aşiqin sevgisini, rəğbətini qazana bilsin. Sizcə, yəni bu kontekstdə hansı fikirlər əlavə eləmək olar?
Bu kontekstdə bir çox fikirləri əlavə eləmək olar. Baxın, 300 münasibət növü var. Bu 3 münasibət növündən biri uğursuzdur. Biri bir insanla, yəni hətta sevgini belə bura əlavə eləmək olar ki, onunla arada olan bağlılıqda müəyyən bir səbəb olur. Bu istər qohumluq əlaqəsi olsun, bu istər dostluq əlaqəsi olsun, bu istər yoldaşlıq əlaqəsi olsun. Burada bir təmənna var. Burada bir təmənna var və yaxud bir məcburiyyət var. Yəni bu iki məqamdan biri var. Yəni hansı ki, bu münasibət köklü olmasa da bu münasibəti müvəqqəti olaraq davam etdirməyə kifayət edir. İkinci növbədə uğursuz münasibət var. Yəni ki, bəzi münasibətlər var ki, bir insana istər sevgi kontekstində, istər dostluq kontekstində, istər elə inanc, əqidəvi kontekstdə, yəni yaxınlaşmaq istəyirsən, nə ruhu olaraq çəkə bilmirsən onu özünə, nə də ki, fiziki olaraq yəni cəzb eləmir. Yəni bir səbəb tapıb sevə bilmirsən. Bu uğursuz bir münasibətdir. Sizin dediyiniz daha çox üçüncü təmənnasız bəzi münasibətlər, bəzi sevgilər var ki, yəni ki, bu birbaşa yəni əks cinsdən olan sevgidən getmir. Buna ilahi sevgini də əlavə eləmək olar, buna valideyn-övlad münasibətini də əlavə eləmək olar. Hansı ki, burada bir təmənna olmur. Yəni ki, burada olan birində insani eşq olur, birində ilahi eşq olur. Hansı ki, sən yaxşı görsənmirsən, yaxşı olursan, sevdiyini göstərmirsən, həqiqətən sevirsən. Yəni, bir insanı, bir yaradıcı varlığı sevmək sadəcə onu sevirmiş kimi görsənmək, həqiqətən onu sevmək. Yəni ki, bəzi sözlər var ki, söz qurtarır eşqin dəlilik mərtəbəsində. Bəzi hisslər var ki, onun heç yəni, qrammatik olaraq izah da eləmək olunur. Yəni ki, bu mənada sizin dediyiniz kontekstə bunu da əlavə eləmək olar ki, yəni nəyisə fəda eləmək təmənnasız, yəni sevərək, təmənnasız sevərək ömrümü, zamanımı, yəni yeməyi və yaxud hər nədirsə fəda eləmək. Yəni ki, məhz bu mənada yəni şərt məcbur deyil ilin hər dəfə bir ayını gözləyək, yəni ki, bunu ritual olaraq qeyd edək. Yəni ki, bir insana zamanını belə ayırırsansa, bu da bir mənada ona zamanını qurban verirsən, ancaq bunu o səndən istəmir, bunu sənin özün istədiyin üçün ona fəda edirsən. Yəni, kamil insanın ruhundan gələn, belə deyim, eşq və yaxud sevgi bu mənada təcəssüm oldu. Təşəkkür edirəm Araz bəy, Allah razı olsun. Bu günlər bildiyiniz kimi, yəni həcc ərəfələri günləridir. Yəni qurban kəsmək həccin rituallardan biri də qurban kəsmək mərasimidir. Və keçid alıram yenidən bizim verilişimizin qiymətli qonağı olan Araz bəyə. Araz bəy, klassik ədəbiyyatda ümumiyyətlə qurban bayramına aid hansı formada işarələr var idi? Bəlkə qeyd elədik, Eyd-əl-Əzha deyə keçir və yaxud qurban olun, siz toxundunuz məsələyə. Mümkünsə bir neçə beytlərlə, yəni bu barədə statlar gətirərdiniz beytlərdən və izləyicilərimizə təqdim edərdiniz. Buyurun. Çox gözəl bir məqama toxundunuz. Mövlana Füzuli deyir ki, ildə bir qurban kəsərlər xəlqə aləm eyd üçün, dəm-bədəm saat və saat mən sənin qurbanına. Eyd məlumdur, yəni bayramdır. Yəni eyni mənada Mirzə Ələkbər Sabir də deyir ki, Eyd-əl-Əzhada qoyun kəsmə, qoyun qurbanı, aşiq-i zar kimi kəsməyə qurbanın var. Baxırsan ki, Mirzə Ələkbər Sabir mövzuya tamam başqadır, amma eyni babda yanaşır. Elə Əbülqasım Razi də Eyd-əl-Əzhada ki, yarı özümə ram elədim, xəlqi bir eyd elədim, mən iki bayram elədim. Mümkün olsa izah da edərdiniz onları. Eyd-əl-Əzhada ki, bu biraz bağlı müşkül beytdir. Eyd-əl-Əzhada ki, yarı özümə ram elədim. Bu anlaşıldığı qədər İrfani tərəfi var da. İrfani tərəfi var. Yəni yar deyərkən
nəzərində tutduğu məlumdur ki, əslində öz əksini, yəni yarındakı öz əksini bir növ nəzərdə tutur. Ancaq bunu iddia eləmək olmaz. Yəni mən belə başa düşürəm. Çünki bunun bir mənası belədir. İkinci mənası o müəlliflə Allahın arasında olan məsələdir ki, biz onu belə deyim də haqqına girə bilməliyik. Təbii ki, Racinin də həyatını araşdıranda görürük ki, həqiqətən təqvalı bir şair olduğu üçün, yəni ki, bunu İrfan nəzəri ilə belə deyim, şərh versə, bu biraz daha geniş vaxt aparar və bir qədər mövzunun kontentindən də çıxar bilər. Yəni, dolayısıyla yolla yarında olan öz əksini bir növ, yəni Və bunu iki bayram kimi qeyd elədiyini bildirir. Bəli, və xalq bunu xalq bir bayram elədikdə mən iki bayram elədim. Elə bayaqdan bir neçə dəfə özünə istinad elədiyimiz üçün elə Axund Azər də deyir ki, eydi əsha ildə bir kəs zib olur qurban vəli, dəm-bədəm, saət bə saət mən sənin qurbanım. Yəni ki, baxırıq ki, yəni bu qurban bayramın məsələsi o qədər belə deyim, incə və zərif mövzudur ki, yəni ki, heç bir klassik Füzulidən, yəni Axund Azərə kimi heç bir şair bu mövzuda yəni istisna olmuyor. Yəni araşdırsaq Seyyid Əzimdə də var bu məsələlər və digər Vahiddə də var və üzü bu günümüzə qədər İlqar Fəhmi, Arif Buzonalı, mən istəmirəm daha çox ad sadalayım. Yəni araşdırsaq görərik ki, xalqımızın yəni ki, belə deyim, köklü olaraq yəni dəyərlərindən biridir qurban ki, hansı ki burada yəni ki səxavət məfhumunu insanlara bir növ aşılayıb və insanları bir mənada da yəni yoxsul insanlara yardım etməyə səsləyir. Doğrudan da Qurban Bayramının bir çox sosial mesajları var. Əlbəttə ki, yəni biz vaxtımız azdır deyə ona görə bir çox məsələlərə toxuna bilmirik, amma çox gözəl vurğuladınız. İnsanlar özləri təfəkkür eləsə, diqqət eləsə, araşdırsa, bu mesajların nələrdən ibarət olduğunu özlərini tapa bilərlər, şahid ola bilərlər. Onsuz da gec-tez yəni bütün insanlar, yəni istəsə də, istəməsə də heç olmasa ömründə bircə dəfə qurban verir, hansı ki sonda öz canını qurban verir. Can bir əmanətdir ki, insan onu sonda öz cananına, yəni ki, Füzuli bu mənada bir canı canan diləmək, verməmək olmaz, nə niza eyləyəlim, ol nə sənindir mən. Can bir növ Axundun təbiicə cənnət quşudur ki, yəni sonunda onu o canana qurban verir. Qurban verir. Yəni ki, hər bir insan əqidəsindən asılı olmayaraq, mahiyyət etibarı ilə ömründə heç olmasa bir dəfə qurban verir. Yəni ki, ən zəif ehtimallı və ən əziz olan bir şey, ən qiymətli olan bir şey qurban verir. Hansı ki, insan yəni canına görə hətta malını, dövlətli hər bir şeyini fəda edir ki, canına bir şey olmasın. Təşəkkür edirəm, var olasınız. Elə bu məqamda da yenidən istəyirəm siz gözəl bir şeir səsləndirəsiniz. Buyurun. Şeirə başlamamışdan qabaq bir məqamı qeyd eləmək istəyirəm. Adətən mənim ətrafımda fitrətində həqiqi şairliyi olan gənc ədiblər var. Adətən çalışıram onların adlarını qeyd edeyim. Sadəcə bu biraz aşırı standartlaşdığı üçün və bu bizim bu verilişin formatına çox adekvat görmədiyim üçün mən burada adlar sadalamaq istəmirəm. Sadəcə bir gənc şairimiz var, Murad Mahir, Sumqayıtın gənc şairlərindəndir. Hətta bizim də ad çəkminin dövrümüzün ustadlarının belə rəğbətini qazanmış şairdir. Bu şeiri əslində ona həsr eləmək istəyirəm. Daha doğrusu onun ən sevdiyi şeirdir. Bunu veriliş vasitəsilə Murada həsr edirəm. Həm də düşünürəm ki, bu qədər ağır mövzulardan sonra bir aşiqanə şeirlə yəni çıxışımı bir qədər yüngülləşdirə bilərəm. Buyurun. Mən vüsalın əksi nəsrət güzgüsündən görmüşəm. Həm qovuşmaq yolların qəm körpüsündən görmüşəm.
Bu vərəq üstündə yağdıqca mürəkkəb tək yağış, odlanan misraları mən tüstüsündən görmüşəm. Ayrılır yollar əzizim, gözlərim çəkdikcə yol, sanma təksin qəlbimin hönkürtüsündən görmüşəm. Dəfələrlə ayrılıb sonra barışdıq yar ilə, el deyir üçdəndir, mən dördüncüsündən görmüşəm. Maşallah. Daşlaşan qəlbimdə yarım daş yığıb daş üstünə, zindan inşa eləyirmiş, hörgüsündən görmüşəm. Ey əfəndi, şeirə hicranınla paltar tikmisən. Söz qısa, hicran uzundur, ölçüsündən görmüşəm. Maşallah. Var olasınız. Allah qələmimizə bərəkət versin. Həqiqətən də çox xoş oldu, gözəl bir bayram əhval-ruhiyyəli veriliş yaşadıq. Minnətdarlığımı bildirirəm. Bir daha əziz dəyərli izləyicilərimizi ürəkdən təbrik edirik. Bayramınız mübarək olsun. Əziz dəyərli izləyicilər, nə yaxşı ki varsınız. Çox sağ olun ki, bizi izlədiniz. Öz vaxtınızı bizi izləməyə sərf elədiniz. Ümid edirəm ki, inşallah bu zaman boş olmadı, boş keçmədi. Faydalı oldu inşallah sizlər üçün. Növbəti verilişlərdə görüşmə ümidi ilə sizinlə sağollaşıram. Xuda hafiz, Allaha əmanət olasınız inşallah. Sadəcə olaraq onu necə istifadə edirsən, hansı məqsədlə istifadə edirsən? Ki, sizin bəstəkarlıq qabiliyyətiniz də var. Şeir yazmaq, bir çox ilahilərin hacətinizi, yəni orada sizə deyir pislik eləyənlərə siz yaxşılıqlarla cavab verməliyiniz. Məsəl üçün yay vaxtıdır, dənizdə, orada, burada istirahət edir. Ələmdar yeganə adam idi ki, qətiyyən qoymurdu ki, biz onu imitasiya edəyik. Geçmişlərdə qalıb xəyalatımız. Hələ keçmiş rəqslənir, kaş o gün bugün olaydı. Bu bir şey, hafif gedir əldən muğamatımız.